Rəşad bəy, mən sizə sordurazam ki, Bəli. Novruz bayramı hardan qaynaqlanır və siz Ən qısa formada deyim. Novruz bayramı deyirlər bir fars bayramıdır. Bəli. Zərdüştlüklə bağlıdır. Aha. Artıq qeyd etdiyim kimi Novruzda biz tonqalın üstündən atlanırıq və deyirik ağırlığım, uğurluğum tonqala. Bəli. Zərdüştlük isə o da yaxınlaşmaq olmaz. Ona yalnız kahinlər yaxınlaşa bilər, onlar da ağzını bağlayaraq yaxınlaşır. İndi görün, Zərdüştlüyün ocağa baxmağı ilə bizim Novruzda olan ocağa baxma təfəkkürümüz eynidir. Təbii ki, yox. Demək ki, bu Zərdüştlüklə bağlı deyil. Farsla bağlıdır. Niyə deyirlər ki, bu Novruz sözündən formalaşıb? Novruz dilində də olan Novis sözünün köküdür. Ruzdakı gün deməkdir. Novruz yeni gün deməkdir. Və mən də xatırladım ki, biz 1926-cı ildə Sovet Türkoloji Qurultayı keçirdi və bütün Türk dünyasında olan türkoloqları ora çağırdı. Və Sovet coğrafiyasında olan bütün türkoloqlar daha sonra öldürüldü, qalanı da repressiya olundu. 1937-ci ilə qədər həmin Türkoloji Qurultayda olan heç kim sağ qalmadı. Və onun üzərinə bizə bildiyimiz Alban tarixi yazıldı, Atropatena tarixi yazıldı. Eyni ilə Azərbaycan dil qaydaları həmin dövrdə müəyyənləşdirildi. Həmin müəyyənləşdirilmədə də bizə deyildi ki, Novruz yazın. İndi mən də deyirəm bizim dialektdə o Novruz olaraq, Novruz deyil, Novruzdur. Düz? Novruz deyirsiniz, Novruz deyirsiniz deyənlər. Biz onu Novruz kimi yazası olsaq orada V axtarası deyildik. Biz amma artıq oxuyanda orada Novruz oxuduğumuzdan, deyir ya burada bir Nov var, bir Ruz var. Aydın əzizlərim. Mən də deyirəm ki, o Novruzdur. O da nar və işıq isti kökünün birləşməsindən Novruzdur. Necə ki, gün sözünün sonuna is sözünü əlavə etmişik, işıq isti sözünün kökündə olanı günəş eləmişik. Eyni ilə də nar sözünün sonuna işıq isti sözünün kökündə olan isi əlavə edib Novruz eləmişik. Və bizim dilimizdə eyni qoraz, yenidən qorun isinməsi və Novruz günəşin, narın isinməsi və bizim əski türk dilində nar günəş deməkdir, Monqol dilində günəş deməkdir, ərəb dilində nur. Nar eyni köklü, isti deməkdir. Və deyirlər ki, yox, bu fars dilindən götürülür. Bunun Göbəkli təpədən üzü günümüzə gəldiyini görürük. Göbəkli təpədə olan ay, günəş, ortasında nöqtə olan simvolun Novruz xonçasında davam etdiyini görürük. Həmin şəkərbura qoğal paxlavanın farslarda olmadığını, ümumiyyətlə dünyada heç bir millətdə olmadığını görürük. Və mənim nəsil xalçam var, yaşı 100 yaşdan artıqdır. Orada aşağı mı, yuxarı mı formasında olan damğalar var ki, eynisi Göbəkli təpədə var, eynisi. Və həmin xalçanın da üstündə 1000 dənə simvol yoxdur ki, deyəsən 1000 simvol var, birini tutturmusan. Fikrim aydındır. Həmin xalçada ortada 2 dənə böyük xonça var. Eyni ilə necə Göbəkli təpədə 2 dənə T sütunu var və onun dairəsində həmin yuxarı aşağı M simvolu ilə sıralanır. Və mənim nənəm ona artıq qeyd etdiyim kimi pirəvə nar nənə deyir. Mənasını bilmir və həmin xalçanın da rəngi qırmızıdır. Və yenə deyirəm, Göbəkli təpədə 1996-da qazılmağa başlayıb. Yəni mənim o xalçada olan simvolları, mənim nənəm, əcdadlarım toxuyanda Göbəkli təpədə nə dünyanın xəbəri var idi, nə mənim nənəmin, nənələrimin. Və o xalça göydən düşməyib. Davamlı olaraq gəlib.